Könüllü gənclər Naxçıvan şəhərində yaşayan şəhid ailələrini ziyarət ediblər. Gənclər Vətən müharibəsi şəhidləri İbrahimov Seymur Zamiroğlunun və Məmmədov Araz Qəhrəmanoğlunun ailə üzvləri ilə görüşərək onlara mənəvi dəstək olmağa çalışıb, şəhidlərimizin həyatı, döyüş yolu və şücaəti barədə məlumatlandırılıblar. Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva və Naxçıvan şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmail Gülməmmədov, Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm zəfərdən, lokal xarakterli antiterror tədbirlərindən söz açıb, qəhrəman Azərbaycan oğullarının şücaətindən danışıblar. Qeyd olunub ki, şəhidlərimizin ömür yolu, vətən qarşısındakı xidmətləri gənc nəsil üçün böyük vətənpərvərlik nümunəsidir. 2021-ci ildən artıq Muxtar Respublikamızın rayon və şəhərlərindən olan şəhid ailələri gənclərimizin iştirakı ilə ziyarət olunur. Artıq bu ənənə halını alıb. Məhz tədbiri də təşkil etməkdə məqsədimiz gənclərimizin həmin şəhidlər haqqında daha ətraflı məlumat əldə etmələri, onları daha yaxından tanımaları və ailələri ilə tanış olmalarıdır. Allah sizlərə kömək olsun, Allah sizlərdən razı olsun, Allah ordumuzu qorusun. Allah bütün Azərbaycan şəhidlərimizin hamısının ruhu şad olsun. Həmişə gəlirlər, yoxlayırlar, sağ olsunlar. Məmmədov Araz Qəhrəmanoğlu ailəsini ziyarət elədi və ailəsindən də öyrəndiyimiz məlumatlara əsasən oğlumuz Arazın necə vətənpərvər qəhrəman olduğunu öyrəndik. 2020-ci ildə gedən Vətən müharibəsi zamanı o noyabr ayında şəhid olmuşdu, öz qəhrəmanlığını göstərmişdi. Belə bir ailəni ziyarət eləmək bizim üçün qürur vericidir. Tədbir iştirakçılarına qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünə məxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Gənclər şəhidlərimizə aid xatirə güşələri ilə də tanış olublar. Artıq ənənə halını almışdır. Naxçıvan şəhər İcra Hakimiyyətindən Naxçıvan Muxtar Respublika Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə könüllülərin şəhid ailələrində olması, onların ailələrinin maraqlanması, şəhidlərimizin keçdiyi ömür yolunu varaqlamaları əsas məqsəd ondan ibarətdir ki, şəhidlərimizin bugünkü döyüş yolunu bugünkü və gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün qazilərimizə kömək olsun, can sağlığı versin. Mən bir şəhid anası olaraq dövlətimdən, millətimdən, xalqımdan çox razıyam. Hər zaman bizi yad eləyirlər, hər zaman bizi ziyarət eləyirlər. Biz burada şəhidimiz İbrahimov Seymurun həyatı ilə, onun xatirələri ilə yaxından tanış olduq. Şəhidimizin anası bizə ətraflı məlumat verdi. Həmçinin onun şəkilləri ilə, onun həyatı ilə, onun necə şəhid olması ilə bağlı ətraflı məlumat aldıq. Biz daim şəhid ailələrini ziyarət etməli, onlara mənəvi dəstək olmalı və şəhidlərimizin əziz xatirəsini daim yad etməliyik. Samiq Nuriyev, Arzu Sadiqov, NTV Xəbər.